Дамы и господа, спасибо большое, что вы сегодня пришли сюда на выставку очень-очень талантливого художника Амира. И я тоже как художник, ну я тоже как художник. Да. Я хочу сказать несколько слов по этому поводу. Его работы очень и очень интересные и креативные. Это не только синтез графической мысли, это синтез идеи, это синтез креативного сознания. В дальнейшем все будет зависеть от тебя, как ты будешь это все понимать. То есть это даже не начало, это середина процесса. Но ты должен это сделать на таком уровне, чтобы все, в общем, да, ты понял, да? Да. Я тебе огромное желаю удачи, и я уверен, что у тебя будет все зависит только от тебя самого. Ни от кого, ты понимаешь, я о чем. Удачи тебе. Похлопаем. Teşekkür ederim. Aslında biz bugün çok talantlı ve çok ağırlı ve savadlı bir uşağın, gəncin servisine toplaşmışıq. Biz əslində bilirsiniz ki, Qoruq İdarəsi olaraq hər zaman gənc istedadlara çalışırıq ki, maksimal dərəcədə elimizdən gələni əsirgəməyə və dəstək olmağa çalışaq. Və bu tədbirlə bağlı, mən biraz insiders kimi məlumatlar verim. Bu tədbirlə bağlı sorğu bizə daxil olanda biz ilk öncə gəncin əsərlərinə baxdıq və mən şəxsən öz adımdan deyə bilərəm ki, çox təsirləndik və çox doğrudan nə qədər kreativ və fərqli düşüncə tərzi olduğunu görmüş oldum və daha sonra bildik ki, bu bizim hər birimizin sevdiyi və hörmət etdiyi Nigar xanımın övladıdır. Əslində onu vurgulamaq istəyirəm ki, doğrudan da Amir gənc olsa da çox gözəl bir istedada malikdir və doğrudan da çox gözəl əsərlər ərsəyə gətirmişsə. Mən bunları bəlkə indi rəssam deyiləm, əsər adlandıracağım, amma mən onları doğrudan da əsər kimi görürəm və çox sevindirici haldır ki, bizim gələcəyimiz, bizim gənclərimiz məhz sizin kimi həm fərqli, həm kreativ bir baxış bucağına sahibdirlər və standartlardan kənar çox maraqlı bir əsərlərlə bizim, belə deyək də, hər birimizə qarşısına çıxırlar və onları təqdim etməyə çalışırlar. Mən sizə bu sənət yolunuzda uğurlar arzu edirəm. Yolunuz hər zaman açıq olsun və biz də, belə deyək, içəri şəhər olaraq hər daim sizə və sizin timsalınızda bütün gənclərə dəstək olmağa ancaq və ancaq şad olaraq. Çox sağ olun. Дорогие гости замечательного проекта, я хочу поздравить не только художника, автора проекта «Алло», я хочу поздравить и вас всех, с тем, что у нас в стране появился такой потрясающий, интересный, талантливый молодой художник, который создает что-то очень новое. Я попытаюсь буквально в двух словах объяснить, почему я так думаю, потому что то, что сегодня представлено здесь, это не просто рисунки, очень интересные рисунки, нет. Это графическая история. История, которая называется «Алло». Вы знаете, что такое комикс? Комикс, то, что зародилось там, в начале 20 века, и это было смешные, ироничные рисунки. Но потом, чуть-чуть попозже, через несколько лет, комикс поменялся, трансформировался. И одна из линий комикса это стало создание героических, героики, произведений героики. И вот наш мальчик, талантливый Амир, создает впервые. То есть у нас очень много делают интересной анимации, очень много делают интересной графики, художники. Но так, чтобы молодой человек создал произведение. То есть, знаете, на сегодняшний день комикс-героика – это что-то между литературой и визуальным искусством. Это и литература, и иллюстрация. Не литература и иллюстрация к ней, не иллюстрация отдельно, а это само произведение, где есть и текст, и изображение, и есть тема. Тема потрясающая. Я тебя серьезно поздравляю, очень шикарная. Она включает в себя все социальные
социальные проблемы сегодняшнего дня. Я просто поражаюсь, каким образом молодой человек как это все сделал. Там есть тема войны, там есть тема добра и зла, там есть тема того, как родители поддерживают ребенка, там есть тема современности, там есть тема нашей национальной идентичности. Он возвращается к разным векам, там просто миллион смыслов. Я считаю, что это реально такой графический роман, который должен быть продолжен. И это только после его первой серии. В комиксах это называется сингл. Пусть это будет сингл, но пусть этот сингл продолжается. И пусть Алов станет реально таким мощным героем. И, может быть, в каком-то будущем у нас теперь появится свой Дисней. У нас будет свой Амир. Я поздравляю и вас, и нас, и родителей, и самого автора. Еще раз поздравляю. Çok sağ olun. Nicat Bey çok hayır Akşamınız xeyir olsun, hörmətli qonaqlar. Mənim əziz, dəyərli dostlarım, Əmirin dostları. Bizim üçün bu axşam çox önəmlidir. İlk dəfədir, Elnur bəy gəlin qabağa, mən sizi görmək istəyirəm. İlk dəfədir sizin qarşınızda nə şair, nə də Sözla Mərkəzinin təsisçisi və rəhbəri. Bugün sizin qarşınızda milli qəhrəman arzusu ilə yaşayan, onu yaratmaq istəyən bir oğul anasıdır. Bu tədbiri, bu axşamı bizim üçün yaradan Tanrımıza, bizə bəxş edən Tanrımıza, bizi dəstəkləyən İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin rəhbərliyinə dərindən təşəkkürümü bildirmək istəyirəm. Öz adına və düşünürəm ki, Əmir öz adına təşəkkürümü bildirəcək. Bizim tanınmış, gözəl, əməkdar rəssamlarımıza, mənim dostlarıma, Səbinə Şıklenskaya və mənim gözəl dostuma Raşad Mehdiyə təşəkkürümü bildirirəm. Bu insanlar Əmirə inanıb və bugünəcən inanırlar və Əmiri aparırlar. Mən onlara mentorlar deyirəm. Siz Əmirin mentorlarsınız, Səbinə xanım və Rəşad bəy doğrudandır. Yəni, heç vaxt unutmayacağım, bir neçə il bundan əvvəl Rəşad bəy də Əmirin işləri ilə tanış olanda və Səbinə xanım, mən ümumiyyətlə dəstək göstərməmişəm oğluma. Yəni, yəqin ki, bilmirəm nədən bu qaynaqlanır türklər demişkən kimi, amma mən uşağımı dəstəkləməmişəm. Mən ancaq və ancaq artıq Rəşad bəydən Səbinə xanımla irişən burada bizim gözəl rəssamımız eşidəndə ki, yox Nigar, sən günah edirsən, yəni uşaq istedadlıdır. Onu sadəcə əlindən tutmaq lazımdır. Mən anladım ki, bu an artıq gəlib çatır. Və bir ana kimi əlbəttə ki, mən çalışdım ki, bu tədbirdə bu axşamda iştirak edeyim. Bu sərgidə də təşkilatçılıqda biraz iştirak elədim. Biraz demək olar ki, çünki ən əsas işləri mən dediyim kimi Rəşad bəy və Səbinə xanım görüblər. Əlbəttə ki, burada əməyi olan başqa gözəl insanların da əməyi var. Mən bizim şairimiz, tərcüməçimiz Zaur Rəşanı istəyirəm, qeyd edeyim. Mən art dizayner Ruslan Cəbraylığı qeyd eləmək istəyirəm. Animator Nigar xanımı qeyd eləmək istəyirəm. İlqar bəy, sağ olsunlar, doğrudan da sağ olsunlar. Və sonunda mən Əmir sənə təşəkkürümü bildirmək istəyirəm. Mənim canım, mənim ürəyim, mənim həyatım, canım. Sənin bu balaca ürəyində yaşayan böyük bir sevgiyə təşəkkür etmək istəyirəm. Mən istəyirəm ki, sən arzularına çatasan və sadəcə öz taleyində deyil, başqa insanların da taleylərinə sevinç gətirəsən, xeyir gətirəsən, sən vətənə xidmət edəsən. Yəni, mən bugün düşünəndə ki, mən uşağımın qarşısında nə deyəcəm? İnanın ki, sözsüz sadəcə oturub ağlayırdım. İndi ağlamıram. Bu da profesyoneldir. Bir şeykarlıqdır yəqin ki. Amma
doğrudan da Allah bizim balalarımızı qorusun, hər birimizin balasını qorusun. Allah bizim vətənimizi qorusun, bizim millətimizi qorusun. Bəlkə doğrudan da Rəşad bəy dediyi kimi, Səminə xanım dediyi kimi bugün doğrudan da bizim ilk milli super qəhrəmanımız birinci addımlarını atır. Mən buna inanmaq istəyərdim. Niyə olmasın? Niyə başqalarında olsun, bizdə olmasın? Olsun qarı, olsun ürəyim. Öpürəm. Xoşbəxt. Axşamınız xeyir, hörmətli qonaqlar. Добрый вечер всем. Сегодня я рад презентовать вам Алова, мой проект Алова. Но перед тем, как я расскажу вам, откуда появилась эта идея, я бы хотел поблагодарить тех, кто помогли ее реализовать. Огромное спасибо, Рашад Бай, большое спасибо. Также огромное спасибо вам, Сабина Ганум. Это очень много для меня значит. И также большое спасибо руководству Ичади Шахара за возможность презентовать Алова в этом красивом и историческом месте Азербайджана. Мой супергерой родился от одного вопроса. Почему у Азербайджана нет своего супергероя? Для меня Алов это не просто вымышленный мой персонаж, так как его историю вдохновили наши легенды и культуры. Моя мечта заключается в том, чтобы комиксы Алова были изданы и услышаны за пределами Азербайджана, чтобы он познакомил мир с нашей культурой и легендами через современный стиль супергеройского жанра. И моя главная цель заключается в том, чтобы создать свою собственную киноиндустрию, которая могла бы обогнать всем известными нам гигантов киноиндустрии. Огромное спасибо всем, кто сегодня пришли. Для меня это очень многое значит. Добро пожаловать в мир Алова. Ну, я думаю, что всех можно пригласить смотреть работу. Я бы хотела еще отметить, выразить свою благодарность SS Production, а также потрясающему международному просветительскому образовательному центру «Аймак», которые поддержали этот вечер. И сегодня они будут исполнять музыкальные номера. Ребята, приходите, пожалуйста, все, ворчать не буду.